Saakashvilidən şok xəbərdarlıq. Putin qıcıqlanıb. Gürcüstan təhlükədə. Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili ölkəsinin Ukraynaya dəstək sənədini imzalaması ilə bağlı yayılan qərarın ətrafında yaranmış situasiyaya dair sərt və diqqət çəkən paylaşım edib. Gözaltı Musavat.com-a istinadən xəbər verir ki, Saakashvilinin fikrincə bu addım yalnız beynəlxalq təzyiqlər və ya kimyəvi araşdırma qorxusu ilə izah edilə bilməz. Məsələ daha dərin və təhlükəli xarakter daşıyır. O bildirib ki, Gürcüstanın Ukraynaya dəstək verməsi Rusiyanı qəsdən qıcıqlandıran addımlar silsiləsinin tərkib hissəsidir və Moskvanın son mesajları bunu açıq şəkildə təsdiqləyir. Saakashvili xatırladıb ki, son dövrlər Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya Xinin sözçüsü Mariya Zakharova açıq bəyanatlarla çıxış edərək Gürcüstanla münasibətlərin bərpası üçün heç bir əsas görmədiklərini bildiriblər. Saakashvilinin sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Gürcüstanın qeyri-rəsmi lideri Bidzina Ivanishvili onu aldadıb və mövcud proseslər göstərir ki, bu qənaət yanlış da olmaya bilər. O qeyd edib ki, Ivanishvili Rusiyanı razı salmaq üçün imkanları daxilində bütün addımları atıb. Avropa İttifaqından imtina edilib, Saakashvili uzun müddətli həbsdə saxlanılır. Osetinlərdən üzr istəniləcəyi açıqlanıb. Sulukyan Gürcüstanın müharibədə günahlandırılması ilə bağlı çıxışlar edib. Azərbaycan istiqamətində yüklərin tranziti bağlanıb. Lakin bütün bunlar belə Moskva üçün yetərli olmayıb. Saakashvili vurğulayıb ki, zəifləmiş və təcrid olunmuş Gürcüstandan Rusiya artıq daha ağır və təhlükəli tələblər irəli sürür. Onun iddiasına görə, Moskva Ivanishvilidən Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsini, ilk mərhələdə isə bu qurumlarla rəsmi müqavilələrin imzalanmasını gözləyir. Bununla yanaşı Gürcüstanın yenidən MDB-yə qayıtması, gömrük ittifaqına daxil olması, dərhal neytrallıq elan etməsi və ölkə ərazisində Rusiya antiterror mərkəzinin yaradılması da Moskvanın tələbləri sırasındadır. Saakashvili əlavə edib ki, daha iki tələb də mövcuddur, lakin müəyyən səbəblərə görə onları açıqlamır. Sabiq prezidentin fikrincə, mövcud hakimiyyət Avropadan sonra indi də Rusiyaya dərs vermək yolunu seçib. Lakin argumentlərə məhəl qoymayan Kreml qarşısında bu xətt son dərəcə təhlükəlidir. Saakashvili hesab edir ki, Gürcü cəmiyyətinin hazırki əhval-ruhiyyəsi fonunda Ivanishvilinin daha irəli gedə bilməyəcəyi argumenti Rusiyanı dayandırmayacaq və bu siyasət Gürcüstan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. O sonda bildirib ki, baş verən bütün proseslər hər bir Gürcü üçün real və ciddi təhlükə mənbəyinə çevrilib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.